və sonra bu dölü və ya uşağı yeyirdilər. Bu cür rəvayətlər və hadisələr xristian tarixi mənbələrində qeyd olunub. Amma İslamda buna bənzər heç nə yoxdur. Məsələn, bir qrup xristian var idi ki, onlara borboritlər deyirdilər. Deməli, bu insanlar xristianlardan ibarət bir qrup idilər. Onların cəmiyyətləri var idi. İsa Peyğəmbərə inanırdılar. Onu qəbul edirdilər. Onlar bir çox fərqli İncillərə və mətnlərə inanırdılar. Onlarda Həvvanın İncili, Filipin İncili və başqa İncillər də var idi ki, bu yazılardan inanc mənbəyi kimi istifadə edirdilər. Onlar haqqında yazılıb ki, müxtəlif ayinlər icra edirdilər. O cümlədən kişi spermasının və qadın aybaşı qanının içilməsi də daxil olmaqla. Onların inanclarına görə göylərdən gələn nur bu yaradılış dünyasında tələyə düşüb və bu nuru qorumaq üçün onu udmalıdırlar. Və onlar bu barədə İsa'nın dağın başında etdiyi ayinə istinad edirdilər. Yeri gəlmişkən biz bunu əvvəllər qeyd etməmişdik. Həmin ayinin sonunda İsa deyir ki, əgər yaşamaq istəyiriksə bunu etməliyik.